Herkese salam dostlar. Bu günlerim yepyeni bir FC Mobile videosuyla karşınızdayım. Bu günlerim yeni transferimiz var. David diye bir transfer diye özüm hiç tanımıram yani. Puanına 118 olduğuna göre almışam. Bildiğiniz gibi bizim strikerımızda Harry Kane oynuyordum. Hemen burada gəzəndə böyle bir tamamıyla ucuz bir şey gördüm. Kartlar. Mesela için burada 2600'e bir zımı var. 2600'e de mesela bu var idi. Bunu ben aldım. Ve ben birinci bunu gördüm ve bunu almak istedim. Sonra düşündüm ki Arda Güler'le bizde şey var. Onun adı nedir? Torreira var. Onsa Torreira'nın özü 122'likdir. Ona görə də heç almadım. Sonra bir aşağı indirəndə bunu düşündüm. Sonra gözüm bir anda buna kaydı. Ve gördüm bizim strikerımız normal yükseltmemiş. Yani Harry Kane 115'likdir. Ve onu yükseldib mən 110 mən əslində eləməmişəm, mənə hədiyyə verilib. 120'ye qaldırıblar. Mən də dedim ki, elə ona 5 yüksəltmə basıb 120'ye qaldırıblarsa, mən buna 2 yüksəltmə basıb əslində 2 də yox. 3 yüksəltmə basıb yəni 121 eləyə bilərəm. Ona görə də bunu aldım. Sonraki hədəfim gözün sonraki hədəfi də seçək bir dənə. Sonra məsəl üçün nəyə ala bilərik? Baxın, məndə bu var idi, amma satdım. Ona görə bunu heç baxmayaq. Məsəl üçün burada 1400'ə bir şeylər var. Cıdımı istəməz. 117'li bir şey var. 117 falan. Görək başqa bir şey. Cıbılar çox var, həm də ucuzdur. Amma məndə çox qəşəngdilər də. Cıbılar. Bir dakika. Kapıla oblak var, oblak. Görək nə olabilir? Araujo bizdə var idi, satdıq. Satmadıq əslində, durur, yedekdədi. Doku var. Ucuz bir şeyler var bizimki. Aslında yığarıq, amma çox gəlir. Bu arada FC Mobile'a yeni güncellənmə gəlib. Ve Vinicius Junior'un yeni kartısı. Bir dakika görək. Mən kod bilmədiyimə görə ancaq hərf yazıram. Elə hərflərdə də ucuz bir şeyler çıxır. Baxın, indi buralar baxadı. Bu arada bax. Bu daha cini istəyirəm də qaqa. Oydu. Məndə olsa var ya. Bir dəfə bir adamda var idi. Adam tazı gibi koşuyordu. Görək nəyə ala bilərik. Burada canlı var. Ucuzlar mini var burada. Ucuz bir şeyler olsa qəşəng. Məsəl üçün bunun özü. Amma bizdə var. O yox, amma var da. Onun başqasından var. Gözüm bir dostlar. Tapacağım. Yoxdur burada. Baxın, Harry Kane'in mesajı burada falan. Neyse dostlar, mən video arxası taparam bir şeyler. Bu arada videoya başlamadan əvvəl şey var idi. Onun adı nədir? Dostlar, bundan 4 tane açtım. Ama heç qəşəng bir şey çıxmadı. Mən elə bilsəydim başka bir şey açardım. Ha dostlar, kısa bir aradan sonra yeniden qayıtdıq. Burada Harry Kane var. Ve yeni transferimiz onu bizim. Ha burada. Sen bura koyanda düşürme. Qalxır hətta. Oha be. Ben öyle bildim düşeceği. Bunu bir de ne oluyor lan? Neyse. Bunu böyle bir basak. De yazmayın bana kardeşim. Videodayım.
dostlar. Deməli takımımızın son halı budur. Hayat budur, iç kudur. Neyse dostlar, takımımızın son halı budur. Gördüğünüz kimi 122'yə qalxdıq. Harry Kane'i də rəhmətli elədik. Sizə etiraz şey eləyə bilərik. Onun adı nə deyim? Onu yedek kulübesinde oynatabilir ama lazım değil dostlar. Ne oluyor lan? Dostlar bir tane kutu açabilirik. Bıdırk. Ne oluyor lan? Beni niye aşağı saldı? Gözünü dostlar. Ya Allah, bismillah. Gittik. Haydi bize güzel nolilin. Bize güzel bir şey çıkar sizce dostlar. Çıkmaz. Gördüm onu. Satırık. Woohoo Mike Tyson. Boş yapıyorsun abi ya. Ver gidek. Gel. Dostlar oyuna girdik Manchester City ile. Demeliyim. Uy, bir dakika. Bizim elə bir hücumumuz əvvəlki videolara baxın bilər. Elə bir hücumumuz 121 idi. Baxın burada ATK yazılan 121 idi. O da məncə şeydən olar. Harry Kane'in 120 olduğundan olar. Amma indi burada yeni transfer var. Aga bay, Harry Kane'i özləyəcəz ya. Nə? Türkiye yerini hara koy ben. Neyse. Manchester City'de Türk oynuyor. Oh my godness. Bakın. Ardacıları değiştirmeliydim. Ben o ardacıları ne sakladım bilmirəm. Orada ucuz qiymətə ardacıların yerine koymağa bir adam tapardı. Ardacılar bu arada desem o kartını 2000 nə qədərə almışdım. İndi də dəyişdirmək istəyirəm şəxsən. Çünkü aslında yüksəltsəm nə qədər olar? 116 belə eləsək 120 falan çıxabilir ama yani yüksəltmək yerini təsəvvür edin, ardacılara 5 bastığım 121 olsa onun bir üstünü hətta ondan daha az qiymətə aldığımı 122 eləyə bilərəm. Məntiqli konuştuğumuza görə qolumuzu atmalıyıq. Mən bu qolu yeni transferə yazmaq istəyirəm, amma yaza bilmirəm. Vursaydım vurardım. Amma yani kolay bir qol. Mən istəyirəm ki şey alsın. Yeni transferimizi atsın qolu. Gördüğünüz gibi Buffon müthiş kurtarışlarını yine sərgiləyir. Hə, bax. Gəlin dostlar, bunun çalımına baxaq. Çox kötü çalımı var. Orada Harry Kane olsaydı ya da Palmer olsaydı ya da Gareth Bale olsaydı hamısı keçə bilərdi. Bu yox mu? Dostlar, həm də bunda özel güc var. Oh my god. Oğlum Torreira keçir yerine ya. Aha. At lan. Bir dakika. Ne olur pas verme. Oy senin ben. Canım sıkılıyor. Aha. Ne? Ne oluyor? Şimdi koş. Koş aslan sen. Uy, bu da deparı iyi atıyor. Bak, çeşin arkaya vurmalısın. Bu nedir? Ben bunun mövqeyini yok. Elə bildim mövqeyini değişmişim. Kenan Yıldız'ın mövqeyinde oynuyordu. Elə bildim mövqeyini değişmişim. Lan korkutma beni. Dostlar bu arada geçen videom dersen en son videomuz olur yani bundan sonra. Bu videonu paylaştığım videonun o birisi deyək. Orada Yusuf'e trollemiştim ama beni tutmuştu. Eğer Yusuf'e trollememi istiyorsa videoya like atıp abone olup yorumlarda fikrinizi deyebilirsiniz. Yani
Bu Kenan Yıldız da olmasa bizi kim kurtaracaq? Gareth Bale kurtaracaq. Gareth Bale olmasa da kim kurtaracaq bilmirik. Onu elə ki oyun dostlar oyundan mı deyirəm, yoxsa mən özüm mü belə düşünürəm bilmirəm. Amma elə bir ki baxın, yeni transfer o qədər çalışır, gol ata bilmir. Aması atırmış, ama biraz çox çəkdi atması. Amma Kenan Yıldız gördü, 2 dəqiqə çıxdı qabağa, vurdu, golunu attı, özüm yazdırdı tabloya. Bu kadar basit. Palmer da orada bir anladan olur. Bakın indi ikinci bir gol gəlir. Aradan çıxmalısan. Aradan çıxmalısan. Çıxmalısan aradan. Sen başararsan bunu. Olmadı. Bir dokunuş var mı orada kardeşim? Kalleşim. Oy. Desen oyunun kenar vaziyet var. Oyunun kenar vaziyet var idi. Hiç burada bilmedi. Kululuyla axıra qədər getməyə çalışın. Ne? What? Ne? Ankara Messi, Ankara Messi, Ankara Kululu, Ankara Kululu, Eyüp Kululu Kululu. Ay bu nedir? Muhtaçım adamlar. Getim defansımdan gol attı. Bu arada dostlar, şaka falan değil. Bu il Sabah komandası, yani masasının olan Sabah komandası mükemmel oynuyor. Təsəvvür eləyin ki, Barcelona, Arsenal, sonra kimlər də dünyanın en yaxşı komandalarına bir dənə Azərbaycan masazlı komandası baş gəlir. Əslində baş gəlmir, amma seçilib də. Yəni bu bizim üçün bir fəxirdir. Dostlar, Çempionlar Liqasında çox qəşəng performans yəni göstərir Sabah klubu. Bir də mən Sabahın bu il bir gol bir asisti var. Sabahın bu il bir geri dönüşləri var. Məsəl üçün uduzduğu yerdə bir də görürük. Keçən dəfə ən son oyununda dersən 3-2 ya da 2-1 uduzurdu. Gəldi məsəl üçün 6-5 elədi. Nəysə 2 ön oyunu o komandadan daha irəlidə bitirdi. Yəni çox qəşəng oynayır. Bu arada mən Sabahı dəstəkləyirəm, amma çox sıxı bir Barcelona tərəfdarıyam. İndi gördüyünüz kimi Barcelona oyunçusuyam. Yəni Barcelona, baxın Chelsea yazdım, amma Barcelonayam. Əgər Barcelona Bakıya gəlsə, kesinliklə %1,000,000% mən gedəcəm, yəni. Çox sıxı bir Lamine Yamal tərəfdarıyam özüm. Yəni necə deyim? Bu mənim üçün rüyadır da, yəni çox böyük bir sevinc, yəni yaşı. Dostlar, düşünürəm. Təsəvvür eləyin, ən sevdiyiniz futbolçu olsun, ya Ronaldo ya Messi. Elə çoxlarının ən sevdiyi futbolçu ya Ronaldodur ya Messidir. Mənim amma Lamine Yamaldır. Təsəvvür eləyin ki, Ronaldo olanlara deyirəm. Ronaldo tərəfdarlarına deyirəm. Təsəvvür edin, Ronaldonu çox sevirsiniz. Və Ronaldo ta sizin ayaqlarınıza qədər gəlir Bakıya və yaxud başqa bir yerə. Gəlir və siz onu canlı dünyanın ən yaxşısını canlı görə bilirsiniz. Və yaxud Messi üçün deyim bunu. Messi tərəfdarları yəni çox sevir Messini və Messi tam gəlir Bakıya və siz onu canlı dünyanın ən yaxşılarından birini canlı görmə şansınız olur.
Bu yəni elə bir şeydir. Mənim üçün də dünyanın ən yaxşısı Lamine Yamaldır. Hərənin öz fikri, hərənin öz ağlı. Yəni mənim üçün ən yaxşı futbolçu, ən yaxşı futbolçu Lamine Yamaldır. Lamine Yamalı məsəl üçün deyirlər Messi yoxsa Ronaldo, deyirəm Lamine Yamal. O qədər sevirəm Lamine Yamalı və oyuna gedəcəm mən özüm. Yəni gedəcəyik. Lamine Yamalı görmə şansım olacaq və boğazım gələnə qədər qışqıracağam. Lamine Yamal məni bu arada mən oyunda sabahı tutmayacağam. Əslində sabah tutmayacağam. Yəni bir Bakıda izləyici olaraq, bir Azərbaycanlı olaraq sabah klubumuzu tutmayacağam. Özüm Masazırda qalıram. Elə sabah da Masazırın komandasıdır. Amma mən Barselonanı dəstəkləyəcəm. Yəni bilmirəm bu necə olacaq. Sabah tərəfdarlarının içində məsəl üçün sabah qol vuranda sevinməyəcəm, amma Barselona qol vuranda sevinəcəm. Bu necə olacaq bilmirəm, amma yəni necə qarşılanacaq bilmirəm, amma heç nə dəyişdirməz. Mən çox sıxı bir necə deyim, Barselona tərəfdarıyam və Barselonanı çox amma çox sevirəm. Ona görə də heç canınıza takmayın, Lamine Yamal'ın nə əlaqəsi var, amma yəni bu kadar. Nə deyim ki, dilim falan dolaşır. Heç nə, Lamine Yamal'ı sevirəm, gedəcəm görməyə, Lamine Yamal'ı dəstəkləyəcəm. İnşallah udarsız sabahı deyirəm və oyunun 45 dəqiqəsi bitirir. Bu arada Lamine Yamal'ı almaq istəyirəm klubuma, yəni indiki klubuma buraya almaq istəyirəm. Amma FC Mobile'a bir sözüm var. Sizdən çox amma çox xahiş eləyirəm. Yamal'ın saçını düzəldin. Yamal'ın saçını düzəldin qardaş. 1 il 2 ildir o sarı saçı var idi Yamal'ın. Oyunda hələ də Yamal'ın sarı saçını göstərin. Bir o kıvırcıkları getirin, o qara sarını, Lamine Yamal'ın başındakı qara sarı elə o yəni direkt Lamine Yamal saçın oyuna gətirin deyirəm və düzəldin deyirəm. Yəni FC Mobile'a sözüm budur. Özüm 1 il 2 ildir ki FC Mobile oynayıram, amma abartmayın, 1 il 2 il deyiləm, 1 il ola bilər. Yəni Yamal'ın saçını deyirəm düzəldin. Yamal saçı həqiqətən üzün də düzəldin. Yamal artıq Yamal'ı 17 yaşındakı saçını qoyublar və üzü də. Yamal biraz təbii ki normal olaraq 17 yaşında araq idi və onun yəni üst forması da özünə görə dəyişir. Amma indi elə deyil. Amma Yamal'a kırıldım. Niyə? Dostlar, Yamal dünənlərim 27 avqust Yamal Barselona'nın ümumiyyətcə oyunu var idi. Və maşallah uddum. Bildiyimə görə uddum. 45 dəqiqədən sonra baxmadım. Özüm necə Barsa tərəfdarıyam bilmirəm, amma baxmadım 45-ci dəqiqədən sonra. 1-0 öndə idilər ya da 2-0 bilmirəm. Pedri də birini atdı, Rafinha da birini atdı, amma Pedri'ninki saymadılar. Neyse, yəqin ki udub və Yamal çox çalışdı qol vurmağa. Niyə kırıldım? Orasına gələk. Yamal Dünya Kupasından sonra özünə söz verib ki, yəni Dünya Kupasını utsaq sakal bıraxacağam və sakal və bu. Dünən baxdım ya qardaşım, heç ya bir insana saç və bu heç yaraşmaz. Yəni heç ya 0.0 yaraşıb da. Buradan Yamal'a səslənirəm. Məni eşidirsənsə o saqqalını kəs. Bir daha görmək istəmirəm. Amma maalesef görməliyim. Bilmirəm nə qədər uzadacaq o saqqalı, yoxsa uzadacaqmı bilmək olmaz. Bəlkə bu günlər kəsib et. Neyse, boş yapmayaq. Neyniyək?
Burada bir şey var. Oh my god. Orada bir şey gördüm. Roger. Haydi kardeş. Bunu götürək. Oh mis gibi. Mis. Şimdi bir tane de kutu açabilir ama ben ikinci kutumu da açmak istiyorum. İkinci kutu. İkinci. Ne oluyor lan? Ne bu? Dostlar buradan da Allah. Oy 3 tane rahat kart açabiliriz. 3 tane. Bakın burada 4 tane kart var. Biz 3'ünü açmalıyız. Bakın bence bu Manchester City falan onu açaq. Bu kalsın bence. Bu kalsın. Kalsın mı ya da bu kalsın. Neyse buradan başlayalım. Açaq. Gözə bir şey çıxmadı. Bunu açaq. Altın geldi. Dostlar biz ne yaşayırıq bu günləri? Oha bu ne kart açmaktı. Altın geldi. Bu geldi bu geldi. Oh my goodness. Oh my god maşallah. Dostlar birini de buradan açaq. Təsəvvür edin buradan da gözəl bir şey gəlir. Amma o şans bizə nə gəlir. Altın çıxdı dostlar. Mənə bu arada ilk dəfə altın çıxır. Yalan demirəm. İlk dəfə. Bunu da satırım da. Şaka lan şaka. Onu niye satıram? Dostlar indi gidiyorum taka. Oyda çok mutluyum. Çok mutluyum. Hepimiz aynıyız. Mızıkçılık yapmayın. Ne? Ha dostlar ben yanlışlıkla yanlış yere takmışım. Ne oluyor? Ne oluyor arkadaşlar? Ne oluyor ya? Böyle yaş. Ne oldu ya buna? 122 idi görkemi. Ne oldu ki? Aha. Biraz basaq düzələr məncə. Hı. 122 oldu. Biraz güc basaq. Ha. İndi məncə düzəlsin də bir zəhmət. Düzəlmir də. 18. Okay. Açılmaz dostlar. Yavaş yavaş o da düzələr. Bizim savunma xəttimiz. Bax qapıçımız mükəmməldir. Sözüm yox qapıçıya. Zaten birini döyüşsə 122 olur. Bu 118 görməyinə baxmayın. 122'dir. Bu 121 zaten. Bunu yüksəldər yavaş yavaş. Bu mükəmməl yəni bu xəttim, qarşı xəttimiz mükəmməl. Burası mükəmməl. Yəni gördüyünüz kimi. Neyse dostlar. Baxın bir də bir söz deyim. Bakın bunun özel gücü var. Bunun özel gücü var. Bunun özel gücü var. Bunun özel gücü var. Bunun yoktu. Pardon, bunun yoktu. Neçə özel gücümüz var? 1 2 3 4 5. 5 özel gücümüz var. Takımdan neçə var? 1 2 3 6 sonra da 10 11 nəfərimiz var dostlar. 11 nəfər və 11'in 5'i
11'in 5'i özel güclüdür. Beləliklə videomuzun sonuna gəldik. Sağ olun, bye bye. Gələn videoda görüşərik.